Növbəti 15-20 il ərzində artıq bizim düşüncələrimiz kənarda mikrokompüterlər və yapay zəka üzərindən yetişdirilə biləcək və bizim əvəzimizə virtual olaraq yaşayan insanlar mövcud olacaq. Biz artıq yeni bir virtual dünyaya və virtual kommunikasiyaya keçid edəcəyik. Bu nədir? Düşüncələrin məlumata çevrilməsi. Zaten bu proses başlayıb artıq. Artıq belə deyim də, sizin başınızda kiçik bir belə bir cihaz olacaq, çip olacaq. Kənarda kiçik bir data olacaq, kompüter olacaq. O məlumatlar avtomatik olaraq sizin düşüncələriniz həmin şey orada işləməyə başlayacaq. Təsəvvür etsin necə? Əslində indi burada nədir? Hekayələr yoxa çıxır. Hekayələr, yaradıcı. Amma bəlkə də bu artıq yeni hekayələrin başlanğıcıdır.